Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Aysun İsmailova sosyal medya hesabında açıqlama verib, sənətçi bildirib ki, onun şəxsi həyatı barədə yaxın dostları kimlərəsə məlumat paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Aysun İsmailova əsəblərinə hakim ola bilməyib. Deyirəm ki, çox qəribə bir zəmanəyə gəlib çıxmışıq və qulaq hər gün bir söz eşitməsə kar olarmış. Çox qəribədir ki, mənə qızım, bacım, dostum, ürəyim deyən insanlar, üzümə gülüb sən çox yaxşı qızsan deyən insanlar dalımca nələr danışırlarmış. Ay Aysun paxıldı, Aysun qısqancdı, yaxın deyilik biz, nə bilim, belə qəribə oluram mən. Neçə üzünüz var? Mən sadəcə olaraq o həyasızlığı bacarıb ağız-ağıza verib dava qırğına gedən insan deyiləm də. Buradan deyirəm, yəqin ki öz içinizdə bilirsiniz söhbət kimdən gedir. Bax bu şeylərə görə uzaqlaşmışam sizdən. Siz elə bilirsiniz ki, siz orada burada danışırsınız, gəlib mənim qulağıma çatmır. Mənim şəxsi həyatımı ortaya qoyub danışırsınız. Hansısa problemimi ortaya qoyub danışırsınız. Hansı ki bunu sizdən başqa heç kim bilmir. Deyirəm ki, çox qəribə bir zəmanəyə gəlib çıxmışıq və qulaq hər gün bir söz eşitməsə kar olarmış. Çox qəribədir ki, mənə qızım, bacım, dostum, ürəyim deyən insanlar, üzümə gülüb sən çox yaxşı qızsan deyən insanlar dalımca nələr danışırlarmış. Ay Aysun paxıldı, Aysun qısqancdı, yaxın deyilik biz, nə bilim, belə qəribə oluram mən. Neçə üzünüz var? Mən sadəcə olaraq o həyasızlığı bacarıb ağız-ağıza verib dava qırğına gedən insan deyiləm də. Buradan deyirəm, yəqin ki öz içinizdə bilirsiniz söhbət kimdən gedir. Bax bu şeylərə görə uzaqlaşmışam sizdən. Siz elə bilirsiniz ki, siz orada burada danışırsınız, gəlib mənim qulağıma çatmır. Mənim şəxsi həyatımı ortaya qoyub danışırsınız. Hansısa problemimi ortaya qoyub danışırsınız. Hansı ki bunu sizdən başqa heç kim bilmir. Anlamadığım sadəcə odur ki, bu insanlara yaxşılıqdan başqa heç bir şeyim dəymir. Ancaq və ya ancaq yaxşılıq eləmişəm. Ancaq yaxşılıq eləmişəm. Ümumiyyətlə, mənim həyatda heç kimə pisliyim dəymir də. Mənim heç kimlə işim yoxdur. Mən bəziləri kimi o həyasızlığı bacarmıram. Mən də emosional insanam. Bəzən təbii ki, mənim də emosiyalarım bir həddə çata bilər. Hər kəsin səbrinin bir həddi var. Mənim də həmçinin. Amma mən bundan sonra siz mənə necə, mən də sizə elə. Bir də eşitsəm ki, siz mənim haqqımda danışırsınız ailəlikcə, analı balalı hamınızda ümumiyyətlə. At çəkmirəm, hansını istəyirsiniz üstünüzə götürün. Məndən də yığıb yazıb heç kim soruşmasın kimə deyirsən. Onu deyən an biləcəm ki, zaten sənsən. Özünü özü etrafını eləyəcəksin. Sadəcə olaraq ağzınızı yumun. Mən də çox şey bilirəm. Mən də danışa bilərəm. Ayıbdır, çörək kəsmişik. Xüsusilə buradan sənə deyirəm. Özünü yaxşı bilirsən. Yerin də qulağı var, söhbəti var. Bax, bu o məsələdir. Sən mənim ən yaxınıma oturub məni pisləyirsən. Mən hər gün vaxt keçirdiyim insana məndən danışırsan ki, paxıldı, qısqancdı. Utanmırsan. Mənim dalımca danışırsan ona buna. Bir dənə onu bilin ki, hər birinizin haqqında hər şeyi bilirəm. Tək fərqimiz odur ki, mən doğrudan hər şeyi ehtiyat eləyərək yaşayıram. Mən Allahdan qorxaraq yaşayıram. Mən karmadan qorxaraq yaşayıram. Amma siz heç biriniz heç nədən qorxmursunuz. Çünki qorxsaz yediyiniz çörəyə tüpürmərsiniz. Bu bir söz var, deyirlər ki, insanın gərək ulğumu olsun. İnsan yanında baş kəsilər. Belə bir söz deyilir də, belə bir misal var. Mənim də yanımda çox şey var, olub, mən də çox şey bilirəm. Bugünə qədər eşidə bilmərsiniz ki, hansınızınsa haqqında hardasa nəsə danışmışam. Mənim yanımda kimsə sizdən danışanda həmişə demişəm ki, mənim yanımda elə söz danışmayın. Hətta sizi qorumağa çalışmışam. Bildiyim şeyləri belə, nə danışırsınız, ola bilməz, əsla o eləməz deyən insanam. Mənim şəxsi həyatımı danışmaq sənəmi qalıb. Mən gəlib səndən dərdimi danışmışamsa, sən necə mənim haqqımda bildiyini gedib oturub mənim digər yaxınıma və ya yaxınım olmayan birilərinə oturub bunu hər kəsə danışa bilərsin?
Bu necə vicdandır da, bu necə ürəkdir, bu necə insanlıqdır. Kimə inanaq bu həyatda? Bax, buna görə deyirəm ki, dost yoxdur. Dost sənin cibin, pulun, adın, sanın, hörmətin. Nə dost? Bunlar hamısı varsa, hamı sənə dostdur. Hamı səndən qorxacaq, çəkinəcək. Sən nəyəsə görə yox, itirməkdən qorxacaqlar. Bunlar yoxdursa, sən heç birinə lazım deyirsən. Gedib gəlib bir gün səni kürəyindən vuracaqlar, yəni. Var dost. Prosta bilirsiniz necədir? Barmaqla sayılası qədər. Hamıya dost demək olmur. Mənim də var yaxşı dostlarım. Bir-iki dənə yaxşı dostlarım var. Nərmin var məsələn. Məsi var. Ondan sonra bloger dostlarımız var, bilirsiniz. Emişgil falan, Fatoşgil. Başqa da yoxdur. Aytaç var, yadımdan çıxmaz. Doğrudan nə? Başqa da yadıma düşmürsə deməli yoxdur. Deyirəm ki, bax bu barədə bir dəfə açıqlama verdim. Yenə yazdınız. Mən həmkarımdan danışmıram. Bəzi media nümayəndələri bunu yanlış yerə yazırlar. Keçən dəfə də dostluqla bağlı bir söhbət olanda mən açıqlama verdim ki, bunun mənim sənət yoldaşlarıma, sənət dostlarıma aidiyyatı yoxdur. Mənim danışığım, özümə doğma bildiyim başqa bir adamlardan gedir söhbət. Yəni bu show bizneslə bağlı deyil. Nə olar yazmayın da. Bir dəfə dedim axı ki, dost söhbətini show biznesə demirəm. Show biznesdəki dostlarıma, oradakı tanışlarıma, həmkarlarıma demirəm. Bu başqa bir məsələdir. Bu başqa konular. Məncə turizm sahəsində ən çətin şey müştəri etibarını qazanmaqdır və Turku Travel uzun illərdir formalaşdırdığı böyük bir müştəri etibarı var və bu təsadüfi deyil. Ona görə ki, mənim üçün də və hamımız üçün də niyə Travel'dan alırıq? Ona görə ki, istəyirik hər şey rahat və problemsiz olsun. Beynimizi heç ara yormayaq. Çünki adı üstündə tətil. Mən düşünürəm ki, hər birimiz üçün ən önəmli şeylərdən biri otelidir, biletdir, transferidir. Bunların hamısının vaxtı-vaxtında dəqiq, problemsiz olmağıdır. Təbii ki, bunun da üstəsindən Turku Travel çox gözəl gəlir və bütün müştərilərinə çox hörmətlə, diqqətlə və çox özəl yanaşırlar. Heç birini bir-birindən ayırmırlar və artıq bir doğmalaşırlar o müştərilərlə. Bunun üçün Turku Travel dərin təşəkkürümü bildirirəm.